Salam, bura Əsfəris. Yazıylar bir zaman ki bütün dünyada savaş meydanında Qızıllar ötürü baş kəsilmiş, bizim gözəl Azərbaycanımızda söz sevgi köprüsündən keçirmiş. Düğünləri qızıllardan, fikirdən dolu olan başlardan, qızıl başlardan danışacağıq. İkinci bölüm Qızıl başlar. Özürçü keçən epizodda danışdıq, Şeyx Səfiyüddin kəramət sahibi idi və bir təriqətin kökün qoydu ki, neçə il ondan sonra Şah İsmail Səfəvinin əli ilə böyük bir hökumətə çevrildi. Şeyx Səfiyüddin ölümündən öncə ikinci oğlu, yəni Sədrəddin Musanı özünə canişin intikhab elədi. Şeyx Sədrəddin Musa Hicri 704-cü ilin Fitir bayramında Şeyx Zahidin ölümündən 4 il sonra dünyaya gəlmişdi. O, Hicri 735-ci ildə 31 yaşında olarkən atasının yerinə əyləşdi. Sədrəddin Musa Səfəviyyə təriqətini təbliğ etmək üçün kəndlilər və sənətkarların diqqətini cəlb etmək yolunu davam etdirdi. Müridlərinin sayını artırmaq üçün Anadolu, Kiçik Asiya, Şam və Diyarbəkirə xəlifələr göndərdi. Sədrəddin Musa atasının Ərdəbildəki məzarının yanında böyük bir xanqah tikdi və bu tikintinin 10 il davamı oldu. Onun dövründə Səfəviyyə müridlərinin sayı artdı və böyük və adlim insanlar və adlim şairlər, o cümlədən şair Əmir Qasim Ənvər onun müridlərinin səfində idilər. Şeyx Sədrəddin Musanın gündən günə müridlərinin artması və ona olan dərin qəlbi əlaqələri Azərbaycan, Muğan və Aran üzərində hakim olan Çobanlı Məlik Əşrəfin narahatlığına səbəb oldu. Məlik Əşrəf Şeyx Sədrəddinə qarşı çıxdı və onu Təbrizə dəvət elədi və 3 ay Rəşidiyyə həbsxanasında onu həbs elədi. Lakin bir gecə qorxulu bir yuxu gördü və Şeyx Sədrəddini azad elədi. Şeyx Sədrəddin Ərdəbilə qayıtdı və işlərini nizamlamağa başladı. Yazırlar Məlik Əşrəf zalim bir hakim idi və müridlərin şeyxə olan səmimi bağlılıqlarından təhlükə hiss edirdi və bu vəziyyəti öz siyasi hakimiyyətinə zərərli hesab edirdi. Bəs yenidən Şeyx Sədrəddini həbs etmək fikri başına vurdu. Şeyx Sədrəddin bu xəbəri eşidərkən Gilana yol açdı. Amma sonraki bölümlərimizdə Gilandan artıq danışacağıq. Gilan ki, qucağın Şah İsmail'i açdı və onu böyük bir hakimə çevirdi. Sözümüzdən uzaq düşməyək. Sondakı bölümlərimizdə danışacağıq ki, Səfəviyyə sülasəsinin müridləri Şah İsmail'i uşaq olarkən Ağqoyunlu Rüstəm bəyin zülmündən qorumaq üçün onu Gilana apardılar. Lahican hakimi İsmail'i qiyam qaldırana qədər öz himayəsində saxladı və hər cür təhlükədən qorudu. Dərhal, əsas mövzumuzdan uzaq düşməyək. Nəticətən, Çəngizxan nəslindən olan Canıbəy ki, Qapçaq dəştinin hakimi idi, bir gün Məlik Əşrəfin zülmlərindən qəzəbləndi, Hicri 758-ci ildə böyük bir ləşkərlə ona hücum elədi. Məlik Əşrəfi öldürdü və beləliklə 14 illik zülm hökumətin aradan apardı. Şeyx Sədrəddin hakimlər tərəfindən hörmət görürdü. Onun dövründə Moğol ilxanların gücü zəifləşmişdi və demək olardı ki, İran mərkəzi hakimiyyətdən məhrum idi. Tarixdə yazılır ki, ilxanların zəifliyi səbəb oldu ki, çoxlu insanlar Talışdan, Qafqazın müxtəlif yerlərindən və Osmanlı türklər onun ətrafına toplanırlar. Bu, onun sosial və siyasi gücünü daha artırdı. Şeyx Sədrəddin Musa 59 il rəhbərlik etdikdən sonra Hicri 794-cü ildə 90 yaşında vəfat elədi və ölməmişdən qabaq Xacə Əlini özünə canişin intikhab elədi.
Gətiriblər ki, Xacə Əli zamanındadır ki, Səfəviyyə təriqəti rəsmən öz Şiə məktəbinə olan iradətini elan elədi. Xacə Əli Aşura gününü yada saldığı və Əhl-i Beytə olan qəlbi iradəti səbəbilə həmişə qara köynək geyirdi və buna görə ona Xacə Əli Siyahpuş deyirmişlər. Bəzilər yazıblar, Əmir Teymur Qurkani Osmanlılara qarşı savaşdan və İldırım Bayezid Osmanlı sultanına qarşı qazandığı zəfərdən qaydanda Hicri 806-cı ildə Ərdəbildə təvəqqüf elədi. Xacə Əli ilə görüşdü və Xacə Əlidən çoxlu kəramət gördüyünə görə ona iradət bəslədi. Xacə Əli Teymurdan yanında gətirdiyi Osmanlı türk əsirlərini azad etməyi istədi. Teymur da o əsirləri Xacə Əliyə bağışladı. Əsirlərin bir hissəsi Ərdəbildə qaldılar və bir hissəsi Osmanlıya getdilər. Onlar ki Ərdəbildə qalmışdılar, Rumlu tayfasına şöhrət tapdılar. Bu insanlar sonralar böyük qoşun, yəni Qızılbaşlar qoşunun təşkil etdilər. Və amma Səfəviyyə xandanı ilk siyasi addımların Qızılbaşlarla necə atdı? Bu qalsın gələn epizodumuza. Bizlə olun ta Azərbaycanımızın böyük şəxsiyyətləri ilə artıq tanış olaq.